Üç müxtəlif dövr və üç müxtəlif hakimiyyət dövrü yaşadı Heydər Əliyev. Yaşadığı bax bu üç hakimiyyət dövründə ən çətin məqamlarda belə məğlub imicini özünə yaxın buraxmadı. Çünki ən çətin məqamlardan uğurla çıxdı. O, Heydər Əliyev, əslində Türk ellərini bir yerə yığmaq, onları zirvə toplantısı adı altında birləşdirmək, qəsdən bunu Turan adında açıqlamamaq, gələcəyə böyük xilas yolunu qoyan Heydər Əliyev idi. Sovet quruculuğuna, Sovet imperiyasının ən güclü qurucularından biri olan, həmçinin Sovet imperiyasından imtina edən ən böyük siyasətçi də bilirdi ki, Pyotrdan üzübəri bütün xaççıların ehtiyat elədiyi Türk ellərini bir yerə yığmaq mütləq lazımdır. Çünki Türk birliyi ancaq gələcəyə çıxış yolu göstərir. Heydər Əliyev böyük siyasətçi idi. Gabriel Garcia Marquez deyir ki, zaman ayrı-ayrı insanların əməlləri üstündə qurulur. Çünki tarix ayrı-ayrı zamanlardan ibarətdir. Zamansa bu kişilərin apardığı və daşıdığı yüklərdən ibarətdir. Onlar heç vaxt dənizdə damla yox, damlada dəniz yaratmaq istəyən insanlar zamanla dost olmur. Zamanın fövqünə gedən və zamanı ram edənlərə isə eşq olsun. Böyük və uca idi o. İlan dağın, Nuhun dayandığı dağın ətəyində böyüyən insanın böyük olmağa haqqı var idi. Çünki təpələrdən yox, gəmi qaya zirvəsindən Azərbaycana baxmaq ona qismət olmuşdu axı. Bu tale idi, bəxt idi, bəlkə də hər bir təsadüf zərurətdən doğur fikrinin bir daha təsdiqi idi. Kim idi axı Heydər Əliyev? Adi dəmir yolçunun ailəsindən çıxmış vətəndaş, yoxsa adi insan həyatına rəğmən öz qeyri-adi biliyi, istedadı ilə seçilmiş insan olduğunu dəfələrlə sübut eləmiş güclü bir varlıq? Və yaxud xalqının sonsuz sayda problemlərini, tali yüklü məsələlərini və son anda həll etmək mütləqliyində olan güclü bir insan? Adi insan ömrü deyil, böyük cavabdeh ömrü yaşayan, tək öz zamanı üçün deyil, özündən sonraki bütün tarix və zamanlar üçün mütləq doğru yol açıb onu işlək saxlamağa qadir olan lider. Ölümündən sonra da onsuz yaşadığımız zamanda yenə də aramızda olmasına əmin olduğumuz bir lider. Biz onu tanımaq üçün onun 100 illiyində onun həyatının 10 anına nəzər salacağıq. Beləliklə, 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə ilk dəfə olaraq Azərbaycanlı Heydər Əliyevin təyin edilməsi bu orqanların taleyində və tarixində bir başlanğıc səhifə oldu. Və məhz bundan sonra Azərbaycanlı generalın məqsədyönlü siyasəti nəticəsində Azərbaycanlı, yəni milli kadrların önə çəkilməsinə geniş yer verildi. Çünki Heydər Əliyev üçün milli kadr məsələsi çox ciddi məsələ idi. NKVD, KKB, DTK əslində dövlətin təhlükəsizliyi naminə təsis edilmişdi. Bu məramla gəlsə də Heydər Əliyev bu vəzifəyə əslində heç də bu məqsədə xidmət eləmirdi. O, millətinin gələcəyi naminə çox təhlükəli manevrlar eləyirdi. Bəlkə də o zaman görünməsə də bugün biz bilirik ki, həmin zamanın millətin aydınlarının özünü dək prosesinin məhz bu ziyalıların qorunması kimi ən ağır vəzifə Heydər Əliyevin boynuna düşmüşdü. Əlbəttə ki, kiçik leytenantlıqdan generallığa qədər, şöbə müdüründən komitə sədri vəzifəsinə qədər olan bu çətin yolda Heydər Əliyevə qarşı çox maneələr var idi, amma Heydər Əliyev bu maneələrin hamısını dəf edə bilirdi. Mərkəz də Heydər Əliyevin istedadını, peşəkarlığını qəbullanmışdı. Hətta milli təyinatı və etnik mənsubiyyəti də bu peşəkarlığına kölgə sala bilmirdi. Hələ 1950-ci illərdə SSR DTK-sında rəhbər əməliyyat heyətinin hazırlıq məktəbini bitirəndə verilən xidməti xasiyyətnamədə Heydər Əliyev belə xarakterizə edilmişdi. İntizamlıdır, mənəvi cəhətdən saf, məişətdə ciddi, yoldaşları ilə ünsiyyətli, taktikalı, müdavinlər arasında nüfuzlu. Bəli, Əliyev soyadlı bu gənc Dövlət Təhlükəsizlik Komitəsində sonradan əks kəşfiyyatda çalışan ilk Azərbaycanlı kadr idi. Əvvəlcə çox çətin olan ikinci şöbəyə, daha sonra xüsusi istedadına görə 5-ci və 6-cı birləşdirilmiş ümumi şöbəyə rəis təyin edilir. Bir-birinin ardınca Douglas, Valna, Alagöz kimi əməliyyatlarda peşəkarlığı ilə, bacarığı ilə hər bir DTK-çıya nümunə oldu Heydər Əliyev. Keçmiş SSR məkanının hava sərhədlərini pozan, Amerika təyyarəsini ilk dəfə miqlərlə yerə enməyə vadar eləmiş əməliyyat rəhbəri Əliyev, turist adıyla ölkəyə məlumat ötürməyə gəlmiş cəsusların ifşasına qədər açılması real görünməyən kod şifrələrinin açılması da məhz Heydər Əliyev peşəkarlığını nümayiş etdirmək üçün yetərli idi.
1920 və 1950-ci illər arasında ziyalılarımızın kütləvi şəkildə qırğını, repressiyaya rəğmən 1960-cı illərdə nisbətən yumşalma prosesi başlandı və bu yumşalma prosesində millətin içində özünü dərk prosesini içində saxlayan, Azərbaycanın tarixini, ədəbiyyatını və gələcəyini düşünən aydınlar meydanlarda görünməyə başladılar və bu hal get-gedə artırdı və SSR isə, rejim isə elə belə can vermək fikrində deyildi. Ona görə rejim üçün təhlükəli olan bu aydınların bir-bir tapılıb cəzalanmasına artıq başladı. Məhz bu dövrdə Heydər Əliyev artıq rejimin, dövlətin deyil, milli təhlükəsizliyini, millətin təhlükəsizliyini göz önünə aldı. İllatdakı türklərə, müsəlmanlara qarşı daha ciddi, daha amansız taktika tətbiq etmək hələ də qüvvədə idi. Və partiya Dövlət Təhlükəsizlik Komitəsi qarşısında belə bir vəzifə qoymuşdu və millətin aydınlarını, milli şuur sahiblərini mütləq cəzalandırmaq lazım idi. Belə bir zamanda özününkünü partiyanın vicdanı ilə doğramaq istəyənlər də var idi, müqavimət göstərərək məhv olanlar da var idi və bu millətin aydınlarını nəyin bahasına olursa olsun mühafizə etmək istəyən güclü fərdlərdə. Bu güclü fərdlərin içinin ən güclüsü isə Heydər Əliyev idi. O zaman bu işlər çoxdan itirilmiş istəklərin, arzuların bərpası idi. İşlərin miqyası çox idi, böyük idi, qorxulacaq qədər böyük. Milli təfəkkür, millətçi düşüncə, müstəqillik, o zaman bunlar absurd səslənən ifadələr idi və Ata Əliyevin isə planında idi. Ən azı Əbülfəz Əliyevin həbs qərarının ləğvi, Ziya Bünyadovun xilası, Bəxtiyar Vahabzadənin qorunması bu xalqın sabahı üçün lazım olduğunu bilirdi və qoruyurdu. Sorular Heydər Əliyev deyəcəkdi, biz Sovet sosialist rejimində yaşayırdıq. Məyər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, rejimin şərtləri altında sən öz xalqın, millətin üçün nələrsə etməyi bacarasan. Lap elə rejimin imkanlarından istifadə etməyi bacararaq xalqına kömək etməlisən. Mən bunu elədim. O zaman Azərbaycan yetərincə yüksəldi. Sovet DTK-sı məktəbini keçmiş Heydər Əliyev əslində göründüyü qədər səmimi ola bilməzdi. Çünki kim bilməsə də o, mərkəzin, Moskvanın Azərbaycana niyyətini, məqsədini gözəl bilirdi. Odur ki, mərkəzə iliyə işləyən təriflər yağdırsa da, məhv edici sözlər desə də bunun arxasında məmləkəti üçün ən vacib olan işlərin görülməsinə önəm verirdi. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətinin istiqamətlərindən biri də ermənilərin və ermənipərəst qüvvələrin separatçı fəaliyyətinə qarşı yönəlməsi idi. Belə ki, 1960-70-ci illərdə xarici xüsusi xidmət orqanlarının və onların ideoloji mərkəzlərini SSR-dəki millətlər arası münasibətlərə böyük maraq göstərir, xaricdəki erməni lobbisi və onları dəstəkləyən qüvvələr vasitəsilə separatçı siyasət apararaq Naxçıvanın və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün yenidən cəhdlər etdilər. 1969-cu ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin kollegiyasının 23 aprel tarixli iclasında aşağıdakı məzmunda qərar qəbul edildi. Düşmənin pozuculuq fəaliyyəti, metodlarında, formalarında, taktikasında olan dəyişikliklərin analizi, təsnifatı, axtarışı, toplanması və verilməsi məqsədi ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin məlumat analitik bölməsi yaradılsın. Heydər Əliyev bu düşmənin və düşmənçiliyin Sovet qardaşlıq həyatına sığmayan iddialarını hələ o zaman uzun illər daha sonra davam edəcəyini də təxmin edirdi. Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanları qarşısında məmləkət naminə tale yüklü vəzifələrinin müəyyənləşdirilməsi, Respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarının açıqlanması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Ən çətin əməliyyatlarda peşəkarlığına və bacarığına görə seçilirdi Heydər Əliyev və keçmiş SSR DTK-sının hər bir işçisinə nümunə idi. Və mərkəz də Heydər Əliyevin bax bu istedad və bacarığını yetərincə yüksək qiymətləndirirdi. Hətta onun türk müsəlman olmasına baxmayaraq ondan vaz keçə bilmirdi. Heydər Əliyev isə doğrudan da peşəkar DTK-çı kimi öz milli və gizli niyyətlərini örtbasdır eləməyi bacarırdı. 1969-cu il iyul ayının 14-ü.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvlüyünə səsə qoyulur və plenum yekdilliklə Heydər Əliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təsdiq edir. 10 il Respublikaya başçılıq eləmiş Vəli Axundov Heydər Əliyev haqqında bunları deyir. Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri bunu söyləməyə imkan verir ki, o Respublikaya layiqincə xidmət eləyəcək. O kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı olan yüksək intellektə malik insandır. O kifayət qədər obyektiv, savadlı, hərtərəfli hazırlığı olan və həmçinin vicdanlı və ləyaqətli insandır. Dzerzhinski nə demişdir? Dzerzhinski demişdir ki, çekistin isti ürəyi, aydın ağlı və təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur və mən əminəm ki, o Respublikaya başçılıq edərkən bu cəhətlərdən istifadə edərək Respublikanın gözəl adət-ənənələrini layiqincə davam etdirəcək və 1969-cu il 14 iyul tarixində Heydər Əliyevə göstərilən bax bu etimad heç də təsadüfi olmadı. Belə ki, o rəhbərlik elədiyi 20-ci əsrin son 30 ilini Heydər Əliyev dövrü adlandırdı və bu dövrdə istər siyasi, istər iqtisadi, istər milli, istər mənəvi, istər milli mentallığın nəinki azalmasına, hətta əksinə artmasına və daha da inkişaf etməsinə səbəb oldu, zəmin oldu. Və biz bu tarixi 1969-cu il iyul ayının 14-ünü əslində 100 ilin 10 anından bir anı kimi qəbul edək. 1969-cu il. ...1969-cu ilin 14 iyulunda Heydər Əliyevə göstərilmiş etimad heç də təsadüfi olmadı. 20-ci əsrin son 30 ili və 21-ci əsrin başlanğıcında Azərbaycanın taleyində istər siyasi, istər iqtisadi, istərsə də milli mənafenin, milli mentallığın əsas da Azərbaycan xalqının mənəviyyatının qorunması üçün ən doğru seçim edildi. Azərbaycan tarixində 20-ci əsrin 30 ili Heydər Əliyev dövrü oldu. Baxmayaraq ki, Heydər Əliyev Respublikada millətçiliklə mübarizə üçün seçilmişdi. Baxmayaraq ki, mərkəz Moskva Heydər Əliyevi dünənki mübariz ruhlu çekist olaraq məhz bu etimadı ona görə göstərmişdi ki, ölkə daxilində millətçiliyin inkişafına imkan verməsin, amma Heydər Əliyev də Heydər Əliyev idi. O, əslində millətçiliklə savaş əvəzinə bu savaşı, bu kampaniyanı korrupsiyaya qarşı döndərə bildi. Bu çox göz qamaşdıran bir manevr idi və komünist rejimində, komünist ideologiyası ilə Sovetlərin tüğyan elədiyi bir zamanda korrupsiya var və korrupsiyaya qarşı mübarizə aparılır. Və bunun altında bu fikirlə tam daban-dabana zidd olan millətçiliyin inkişafına, milli özünə dərkin inkişafına imkan və fürsət yaratdı. Heydər Əliyev əslində bu illərdə, yəni 20-ci əsrin son 30 ili olan Heydər Əliyev dövründə milli özünə qayıdışın təməlini qoydu. Heydər Əliyevin birinci hakimiyyəti dövrü başlamışdı. Bu dövr Azərbaycanın 20-ci əsr tarixində sosial, iqtisadi yüksəliş, milli, mədəni dirçəliş və milli ideyanın çiçəklənməsi dövrü kimi xarakterizə olunur. Heydər Əliyev o dövrdə mövcud olan ideologiya çərçivəsində yumşaq manevrlə üst qatda tələb edilən, əlbəttə alt qatda daban-dabana zidd olan Azərbaycanda milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol vermədi, əksinə onu xeyli yüksəltmək və daim inkişaf edilməsi üçün bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacardı. Bu baxımdan Heydər Əliyevin Respublika rəhbərliyinə gəlməsindən sonraki dövr milli özünə dərkin, milli özünə qayıdışın başlanğıcı kimi qəbul edilir. 1969-1982-ci illərdə dövrün yaratdığı çox ciddi siyasi, ideoloji buxovlara, təqiblərə baxmayaraq Heydər Əliyev üçün tarix yalnız üzü keçmişə doğru deyildi, keçmişini dərindən öyrənərək gələcəyə getməsi idi və Əliyev bu tarixi yazmağa israrlı idi. Daha sonra hələ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman SSRİ-yə qarşı 95 nəfər Azərbaycan ziyalısının cəm olaraq yaratdığı milli azadlıq hərəkatının qorunması işi. Bu 95 nəfər Azərbaycan ziyalısı əslində SSRİ-yə qarşı bir ideologiya, bir düşüncə, bir mübarizə taktika yolunu tapmışdılar və bu MAQ işinin davamı daha sonra yenidən davam elədi. Belə ki, 71-ci ildə universitetin müəllimi Əbülfəz Əliyev yaratdığı yurt
Daha sonra yaranan Ocaq, daha sonra yaranan Çənlibel kimi cəmiyyətlər əslində bu MAQ-ın davamını, bu işin davamını aparırdılar. Beləliklə, yurd cəmiyyətinin sorağı Dövlət Təhlükəsizlik Komitəsinə çatdı və Əbülfəz Əliyev müttəhimlər kürsüsündə oturdu və məhkəmə onu 5 il müddətinə azadlıqdan məhrum elədi. Bildiyimiz ki, həmin dövrdə bu cür siyasi əqidəsinə görə tutulan insanlar, şəxslər, müttəhimlər, onlar hamısı Moskvaya göndərilirdi. Amma həmin zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev idi və bütün SSR miqyasında onun artan nüfuzu çəkisinə görə o məhz bu insanın itirilməsinə imkan vermədi, onu ölkədə saxlatdırdı və daha sonra məhkəmə proseslərinə güya ilk baxışda nəzarət etməsi və yaxud da idarə etməsinə qətiyyən imkan vermədən, amma əslində məhkəmənin işini nəzarətdə saxlayaraq Əbülfəz Əliyevin əvvəlcə həbs müddətinin 1 il müddətinə azalmasına, daha sonra tamamilə azad edilməsinə səbəb oldu. Bu, əslində, həmin zaman heç də ağlımıza gəlməyən bugünkü müstəqil Azərbaycanın yaranması üçün beyinlərdə aparılan bir iş idi. Bunun davamlı olmasını təmin etmək idi. Çünki Heydər Əliyev hamıdan yaxşı bilirdi ki, yeni tarix köhnə tarixin davamıdır və o, yeni tarixin yazılmasında birbaşa iştirak edirdi. Hakimiyyətə gəldiyi ilin elə ilk plenumunda, ilk çıxışında göstərdiyi nöqsanları artıq çoxdan bildiyi həlli və çıxış yolunu milli şuura təsir edə biləcək işlərə yönəltdi o. Bu, həm də dövlətçilik ənənəsinə xidmət idi. SSR vətəndaşının ağlına belə gətirmədiyi, Moskva qadrının yoxsunda belə görmək istəmədiyi işləri əmələ çevirib, məxsus olduğu millət və dövlət naminə edilən addımlar, xüsusi maskirovka tələb eləsə də, o, bu möhkəm əlin sahibi bu addımları bir-birinin dalınca çox qətiyyətlə atdı. Çünki bu işləri o xeyli əvvəldən düşünmüşdü. Əliyev çox dərində düşüb qalmış respublikanı dartıb ön sıraya qoydu. Ölməkdə olan kənd təsərrüfatını, boğulmuş milli şuuru, daha sonra təhsili, tarixi, mədəniyyəti, iqtisadiyyatı böyük mənada Azərbaycanın milli təhlükəsizliyini təmin etməli idi və edirdi də. Rejimə təhlükəli olan siyasi təhlükə kimi görünən millətçilərin qorunmasından tutmuş, xalqın içinə düşüb onların rifahını dəyişən Heydər Əliyevin iri addımları hər yerdən görünürdü. Azərbaycan iqtisadi pedestalın birinci zirvəsini əldə edəndən sonra məhz Azərbaycanın sabahı naminə gizli, milli ideya naminə əslində alt qatda oxunması güclə mümkün olan işlərin görülməsinə rəvac verdi. Heydər Əliyev dövlət quruculuğu işində böyük nailiyyətlər əldə edirdi. Amma Heydər Əliyevin missiyasında daha böyük iş millət quruculuğunda idi. Çünki Heydər Əliyev tarixi çox gözəl bilirdi. O bilirdi ki, tarix hər gün yazılır və yazılan hər bir tarix xalqın tarixi olmaqla həm də onun tarixidir. Və Heydər Əliyev sələflərindən tam fərqli olaraq özünün tarixçisi idi. Hər anın tarix olduğunu bilirdi və sonralar bu tarixin redaktda olmayacağının da fərqində idi. Və bundan başqa Heydər Əliyev həm də Azərbaycan tarixində böyük Azərbaycanlıların bu tarixdə ötürülməsi missiyasında boynuna götürmüşdü və bu redaktə işinə məruz qalan həm də Nəriman Nərimanov işi idi. Belə ki, Nəriman Nərimanovun 100 illiyi ərəfəsində onun artıq mərkəzin kommunist ideologiyasına zidd bir adam kimi təqdim elədiyi, düşmən kimi saxladığı və düşmən kimi tarixdən silmək istədiyi Nəriman Nərimanovun artıq toz basmış, bağlanmış kitabın içindən çıxardaraq gün işığına çıxartdı və ona bəraət verilməsi işini təmin elədi. Milli dəyərlərimizin hamisi Heydər Əliyev öz çıxışlarının birində demişdi. Şəxsiyyətləri itirmək olmaz. Bizdən ötürü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir, Nəriman Nərimanov da. Ancaq Nəriman Nərimanov kimi siyasi xadimin Azərbaycana düşmən olması barədə deyilən fikirlərlə mən heç cür razılaşa bilmirəm. Nəriman Nərimanov öz dövrünün yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdu. Tarixi təhrif eləmək olmaz, tarixi təhrif edənlər xalqa xəyanət eləyir, onu çaşdırır. Heydər Əliyev bu addımı ilə Nəriman Nərimanova görkəmli dövlət adamı kimi bəraət verdi. Heydər Əliyev Nərimanovun nüfuzunu geri qaytarmaq üçün çox ciddi manevrlər elədi. Dəfələrlə Susovla, Brejnevlə görüşlər apardı, müzakirə elədi və nəticədə nəhayət ki, Nəriman Nərimanovun 100 illiyinin təntənəli tədbirinin keçirilməsinə nail oldu. Nəriman Nərimanovun
heykəlinin ucaldılmasına nail oldu. Özünün əslində Azərbaycanın taleyində ciddi rol oynamış və ömrünü, həyatını qurban vermiş bu əzabkeş və yanılmış bir insanın bəraətini qazandı və Heydər Əliyev Nəriman Nərimanovu əslində yenidən Azərbaycana qaytardı. Heydər Əliyev deyirdi: "Mən Nəriman Nərimanovun 100 illiyi ərəfəsində onun haqqında müəyyən sənədlərlə tanış oldum və bu məni çox ağrıtdı. Qoca Şərqin bax bu əzabkeş doktorunun həyatı haqqında öyrəndiklərimdən sonra mən onun yubileyinin keçirilməsinə qərar verdim. Amma yubiley 1970-ci ildə olsa da biz bunu ancaq 72-ci ildə keçirdə bildik. Səbəb o idi ki, Moskva, Kreml ona millətçi damğası vurmuşdu və mən 2 il mübarizə aparmalı oldum. 2 ildən sonra 1972-ci ildə Heydər Əliyev bax bu heykəlin açılışında bu sözləri dedi. Nəriman Nərimanov bugün də bizimlədir. O buradan öz nəhəng qaməti ilə dalğalanan Xəzərə, gündən-günə dəyişən respublikamızda və respublikanın vətəndaşlarının hər birini nəzərdən keçirir. Doğrudan da düşmənlərimizin düşman hesab elədiyi Nərimanovu biz niyə düşmən hesab edək? Heydər Əliyev deyirdi: Nərimanov qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdi. Heydər Əliyevin Nəriman Nərimanov olan xüsusi diqqəti hansı rejimin mövcudluğundan asılı olmayaraq Azərbaycan xalqının dövlətçilik tarixinə və dövlət adamlarına ehtiramının nümunəsi idi. Hüseyn Cavid Rəsizadə və Heydər Əliyev. Taşet qəbirstanlığının 40 min qərib məzarının içindən tapılması mütləq bulunan, 59 saylı ölüm aktı ilə 59 yaşında vəfat eləmiş və 59 saylı qəbirdən cənazəsinin ölkəyə, vətənə gətirilməsini mütləq göstəriş kimi verən Heydər Əliyev, Əfəndimizin 100 yaşında onun vətənə gətirilməsini təmin elədi. Özü də bu millət sevdalısının, bu millətçi şairin əslində öz eloğullarının çiyini üstündə vətənə gətirilməsini mütləq bildi. Bu, böyük bir türkün qarşısında böyük bir başqa türkün verəcəyi ən böyük xidmət və borc idi ki, bunu ancaq Ata Əliyev eləyə bilərdi və o da etdi. Bu, əslində rejimin öz əli ilə öz yazdığı qanunların xətm olunması demək idi. Bu hələ dünən vətən xaini, düşmən deyərək uzaq Sibirdən, uzaq buz laylının arxasında, altında qalmış bir insanın ölkəyə bir qəhrəman kimi gətirilməsi, bir millətçi, bir şair, əfəndi olaraq gəlməsi demək idi. Bunu ancaq Heydər Əliyev eləyə bilərdi və o da elədi. Hüseyn Cavidi əcdadlarının, Hunların, Oğuzların, Göytürklərin, Çingiz xandan sonra qoyulub gedilən Turançılığın süqutu daha çox narahat eləyirdi. Heydər Əliyev də bax bu təhlükənin fərqində idi, çünki Cavid bu təhlükədən yazırdı. Heydər Əliyev də bu yazarın Turançı olduğunu zamanında deməsə də belə qəbul eləyirdi. O bir başqa məsələ ki, Turançını vətən xaini edən rejimin özü ittiham edilməli idi. Turançılıq Sovet düşüncəsində qəsdən qorxulu, bəşəriyyətə fəlakət gətirə biləcək bir ideologiya kimi təqdim edilirdi. Əslində Turan sözü bütün türkləri içinə alan toplumun adıdır. Turan bütün Türkistan deməkdir. Ayrı-ayrı millətlər kimi adlandırılan Tatarlar, Türkmənlər, Azərbaycanlılar, Türklər, Özbəklər, Qazaxlar, Qırğızlar, Yakutlar hamısı bir yerdə ortaq adla Turan adlandırılırlar. Təbii ki, düşmənlər türklərin birliyindən qorxmalı idilər, amma onları ayıraraq məhv edən rejimin özü bəşəriyyətə fəlakət gətirirdi. Bunun fərqində idi Heydər Əliyev. Bu səbəbdən də bu rejimin özünün verdiyi qərarı onun öz əli ilə pozmağa qərar verdi. Bu addım da böyük türkə məxsus ola bilərdi. Zamanı onun axınına rəğmən özü yazmaqla Ata Əliyev örnək ola biləcək yazarın, türk insanının doğulduğu torpağa gətirdi ki, onun ruhu sakit olsun. Kim bilməsə də o bilirdi ki, Altay dağlarından Ağrı dağına qədər olan bir elə sığmayan Turançı Cavidin ruhu ancaq doğmaları ilə sakitləşə bilər. Naxçıvan Rəsizadələr ruhunu birləşdirsə də, Cavidin ruhu bütün türk dünyasındadır.
Rejim ona Turançı və millətçi damğası vurmuşdu. Əslində rejim heç də haqsız deyildi. Hüseyn Cavid doğrudan da millətçi və Turançı idi. Həmin rejimdə Caviddən başqa böyük yazarlar və ədəbiyyatçılar da var idi, amma onlara toxunulmadı. Niyə? Çünki onların heç biri Hüseyn Cavid qədər açıq yara və tarixlə çığırmırdılar. Cavid isə özünü gedən qatarın altına ataraq bu qatarı saxlamaq istəyirdi. Zamanın fövqünə dayanmışdı Cavid. Və zamanın axarının tam əleyhinə olaraq Heydər Əliyev də Hüseyn Cavidin məzarını, onun ruhunu məmləkətinə gətirməklə əslində bütün başqa millətçilərin də ruhu ilə onu birləşdirdi. Heydər Əliyev Sovet epoxası dövründə hakimiyyətdə olduğu illərdə, yəni 1969-cu ildən 82-ci illərə qədər nəhəng bir imperiyanın daxilində müstəqil Azərbaycanı addım-addım qurmağa, yaratmağa çalışdı. O zaman bu işlər çoxdan itirilmiş istəklərin, arzuların bərpası idi. İşlərin miqyası böyük idi, qorxulacaq qədər böyük. Milli təfəkkür, millətçi düşüncə, müstəqillik, o zaman üçün bunlar absurd səslənən ifadələr idi, amma bunlar Ata Əliyevin planında idi. Cəmşid Naxçıvanski adına olan hərbi litey əslində 1971-ci ildə 2 saylı internat məktəbinin bazasında yaradıldı və 1997-ci ildə Cəmşid Naxçıvanski adı verilərək hərbi litey deyildi. Hərbi litey adlandırıldı. Və əslində Heydər Əliyev deyirdi ki, bu Naxçıvanski bizim bütün gözləntilərimizi doğrultdu. Belə ki, Azərbaycanda olan milli ordunun və hərbçi kadrların bazasına çevrildi. Heydər Əliyev istəyirdi ki, suveren ölkəni, suveren Azərbaycanı, sərhədlərini qoruyan əskərlər, zabitlərin əslində milliyyət Azərbaycanlı, adları isə Əli, Vəli, Məmməd olsun. Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini müstəqil dövlət kimi görürdü. Və bu müstəqil dövlətin əsas qurumlardan biri milli ordunun yaradılması istiqamətində dərhal fəaliyyətə başladı. Bilirsiniz ki, Respublikanın rəhbərliyinə birinci dəfə gələndən sonra ilk onun göstərişlərindən biri Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması idi. Və 71-ci ildə bu məktəb yaradıldı. Məqsədi o idi ki, Azərbaycanda, Azərbaycan gənclərində hərbi peşəyə marağın artırılması və hərbi liseyin fəaliyyətini şəxsən nəzarətdə saxlayırdı. Özü də sonra 30 ildən sonra elan etmişdi ki, bu məktəb mənim üçün doğmadır. Tək-tək istisna hallar. Rusiya Hərbi Akademiyasını bitirən, hətta adı soyadı məşhur olan tək-tək hərbçilər Azərbaycanın milli hərbçilər anlamına gəlmirdi. Bizdə hərbə maraq öldürülmüşdü. Baxmayaraq ki, nümunə olacaq generallarımız da var idi. SSR-nin ən danılmaz qələbələrində rəşadətli Azərbaycan hərbçisi faktoru da mövcud idi. Amma bütün bunlar Azərbaycanın gələcəyi üçün milli hərbçi kadrlar var olması demək deyildi. Yenidən Azərbaycanlıların hərb sənətinə zaman-zaman öldürülmüş marağı oyatmaq lazım idi. Azərbaycanlı gənclər hərbi təhsilə mütləq cəlb edilməlidirlər. 76-cı ildə mən məktəbə daxil olanda bizim kursda cəmi 12 nəfər Azərbaycanlı oxuyurdu və hətta deyirdilər ki, bu il çox daxil olubdu. Və Ulu Öndərin şəxsi təşəbbüsü ilə məktəbin rəhbərliyinə, məktəb rəisi, məktəbin müavini vəzifələrinə Azərbaycanlılar gətirildi. Və bunun nəticəsi olaraq Azərbaycanlıların sayı məktəbdə kəskin artdı. Yəni, Azərbaycanlılar başladılar çoxlu sayda zabit kimi təhsil almağa hərbi məktəbdə. Heydər Əliyev inanırdı ki, nə vaxtsa öz milli mənsubiyyətinə, doğma torpaqlarının sərhədlərini qorumaq instinktinə qayıdış vacib olacaqdı. İllah da ki, bizim kökümüzün türk, dinimizin müsəlman, ilk və son missiyamızın isə Turan olduğunu biz unutsaq da düşmənlərimiz və rejim unutmurdu. Üzü Pyotrdan tutmuş bütün xristianlar bizi bu qorxu ilə yox eləməyə, zərərsizləşdirməyə böyük cəhdlər göstərərək buna nail olurdular. Belə zamanda milli məsələlər üçün kadr yetişdirmək əlbəttə ki, mümkünsüz idi. Milli oyanış əlamətləri hiss ediləcək respublikaların xüsusilə Azərbaycan rəhbərliyinə qarşı təzyiqlər vardı. Bütün elm sahələrində milli kadrların öncül bir məsələ kimi qabardan Ata Əliyev hərbçi kadrlar məsələsində daha çox və daha sərt israr göstərdi. Hərbdə müxtəlif millətlərdən deyil, Azərbaycanlılardan ibarət olması üçün səy göstərirdi, manevrlər eləyirdi. O, hərbdə qeyri-millətlərin çoxluğunu elə-belə qəbul edə bilmirdi.
Toplantılarda, görüşlərdə, iclaslarda, hətta partiya, Sovet fəallarının yığıncağında hər yerdə gənclərin hərbi peşənin seçimində bu seçimin mütləqliyinə inam yaradırdı. Valideynləri, müəllimləri açıq mətndə olmasa da bu istiqamətdə hazırlayırdı. Əlbəttə, mərkəzlə SSR Maarif Nazirliyi ilə sözün əsl mənasında vuruşaraq hərbi təyinatlı məktəbin yaranmasını mütləq elədi Ata Əliyev. O bunu açıq-açığına öz niyyəti kimi verə bilməzdi. Milli adlanan hər şeyin yasaq olduğu möhtəşəm SSR-nin bir parçası olaraq yaşayan Azərbaycan milli boy göstərə bilməzdi. Bu, yuxarıda, mərkəzdə millətçilik kimi qarşılanacaqdı və onu bilirdi Ata Əliyev. Amma Heydər Əliyev qüdrəti 23 iyul 1971-ci ildə Maarif Nazirliyi və Azərbaycan SSR Hərbi Komissarlığının birgə hərbi təyinatlı orta internat məktəbinin yaradılmasını, özü də onu Azərbaycanın Milli Diviziyasının ilk komandiri olan General Cəmşid Naxçıvanskinin adının verilməsi kimi böyük bir işi görə bildi. Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları 1-ci və 2-ci Qarabağ müharibəsində böyük qəhrəmanlıq nümayiş etdirmişdilər. Onlardan 19 nəfər Vətən müharibəsi qəhrəmanı, 11 nəfər milli qəhrəman adına layiq görülmüşdü və 7 nəfəri Zəfər ordeni ilə təltif edilmişdilər. Və digər məzunlar, minlərlə məzunlar müxtəlif orden və medallarla təltif edilmişdilər Ali Baş Komandan tərəfindən. Və bu məzunlar ən azı vətəndaş olaraq elə Naxçıvanski kimi zabit şərəfini qorumalıdırlar. Bu, Azərbaycanlı gənclərin Sovet hərbi məktəblərinə hazırlanması adı altında təqdim edilirdi. Mərkəz, Sovet Maarif Nazirliyi, Vahid Sovet xalqı Sovet məkanı böyük SSR olan yerdə, Naximov, Suvorov adına ali hərbi məktəblər olan yerdə, Azərbaycan adlı bir məmləkətdə öz milli hərbi kadrlar yetişdirilməsi üçün hərbi məktəb açmaq nəyə qulluq edir deyə səngiməyən etirazlar edirdi. Əsas odur ki, bu məktəbi Ata Əliyev qoruya bilərdi, qorudu da. 18-ci ildə Azərbaycan ordusu əks hücuma keçərək Günnüt adlı əməliyyatı keçirdi. Naxçıvanın 10 mindən çox hektar ərazisini azad etdi və 2020-ci ildə əks hücuma keçərək Vətən müharibəsi 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi. Heydər Əliyev deyirdi ki, özünü bu peşəyə həsr eləmiş gənclər mənim üçün bütün başqa gənclərdən daha yüksəkdir, daha qiymətlidir. Çünki onlar Azərbaycanın milli ordusunun zabitləri şərəfinə nə olduğunu anlayırlar, bilirlər. Ona görə bu peşəni seçiblər. Onlar müstəqil Azərbaycanın ərazi bütövlüyünü qoruyacaqlar. Bu idi Heydər Əliyevin onlara verdiyi qiymət. Bu idi bu kursatlara verilən dəyər. Və əslində bu kursatlar da onlara bir övlad borcunu verdilər. Çünki Ata Əliyevin verdiyi bax bu qiymətdən sonra onlar övlad borcunu qaytardılar. Onlar bizim tariximizə qələbəni yazdılar. Heydər Əliyevin Şuşaya ilk gəlişi 1967-ci ilə təsadüf edir. O, Şuşaya ilk gəlişində burada Şuşada yaşamış böyük insanların, böyük ziyalıların, böyük ədiblərin ancaq xaraba qalmış, dağıdılmış məzarları ilə, qəbirləri ilə rastlaşdı. Davamlı olaraq Şuşaya gələn Heydər Əliyev Şuşanın simasını tamam dəyişdi. O, Azərbaycan şəhərinin simasını ona qaytardı. O, burada böyük Vaqifin, Natavanın, hətta Nəvvabın qəbirlərini belə bərpa elədi. Və 1970-ci ildə Heydər Əliyevin bilavasitə iştirakı və birbaşa olaraq rəhbərliyi ilə Şuşanın inkişaf strategiyası, Şuşa şəhərinin yenidən qurulması üçün mühüm qərarlar qəbul edildi və Şuşada artıq olan məscidlərin bərpası, tarixi binaların, abidələrin bərpası və çoxsaylı hündür mərtəbəli evlərin tikilişi və ən əsası çox mərtəbəli və çoxsaylı mehmanxanaların tikilişinə qərar verildi və SSR-nin keçmiş məkanından bütün SSR-dən bura insanlar tökülüb gəlirdilər və beləliklə Şuşa beynəlxalq statusda olan bir kurort şəhərinə çevrildi. Əlbəttə ki, bu insanlar Azərbaycanın Qarabağı ilə, Qarabağın isə Şuşası ilə, bilavasitə onun mədəniyyəti ilə, Azərbaycan mədəniyyəti ilə bilavasitə incəsənətlə tanış olurdular. Əslində məqsəd də buydu, bu ərazinin Azərbaycanın tarixi torpaqları kimi yaddaşlara həkk etdirmək.
60-cı illərdən Yerevandan idarə olunan məkirli daşnaq qüvvələri əslində burada Xan kəndində yuva salmışdılar və burada Xan kəndində ermənilər yerli Azərbaycanlıların yandırılması, onların ana dilində danışmaq təhlükəsini və onları qorxu içində saxlayırdılar və bütün bunları Heydər Əliyev 1969-cu il hakimiyyətə gələnə qədər də bilirdi, çünki Dövlət Təhlükəsizlik Komitəsində çalışırdı və burada baş verənləri əlbəttə ki, nəzərində saxlamışdı. Və o hakimiyyətə gələn ilk günlərindən, yəni əslində o Xan kəndinə etdiyi səfərlərdən sonra Moskvanın təzyiqinə baxmayaraq burada baş verən, yəni millətlərarası ədavət toxumunu səpənlərə, separatçı qüvvələrin əslində bir sipər çəkdi və onların tezliklə cəzalanmasına, hətta Dövlət Təhlükəsizlik Komitəsində bu kadrların vəzifədən götürülərək onların yerinə yerli Azərbaycanlı kadrların təyin olunmasına nail oldu. Çox qəribədir ki, bu insanların həbsindən sonra da yerli ermənilərin Heydər Əliyevə rəğbəti hələ var idi, çünki Heydər Əliyevlə razılaşmamaq mümkün deyildi. 70-ci illər artıq onunla səciyyəvi idi ki, erməni millətçiləri Qarabağ ərazisinin tarixən Ermənistana məxsus olması məsələsini açıq şəkildə qaldırırdılar. Bu hadisələr bütün ölkədə SSR-nin yaradılmasının 50 illiyinin bayram edilməsinə hazırlaşdığı 1972 və 73-cü illərdə baş verdi. O günlərdə Azərbaycan SSR-də də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 50-ci il dönümünün bayram edilməsinə hazırlıq gedirdi. Erməni millətçilərinin Azərbaycan rəhbərliyinin ermənilərin sıxışdırılması, Azərbaycanlıların vilayətdə məskunlaşdırılması hesabına muxtariyyətdəki demoqrafik vəziyyətin süni şəkildə dəyişmək cəhdlərinə xüsusilə vurğulayır və bu məktublar sonrakı illərdə də Moskvadakı partiya rəhbərlərinə göndərilirdi. Əlbəttə, bütün bunlar sadəcə əsl məqsədi Respublikanın partiya rəhbərliyini mərkəzin gözündə nüfuzdan salmaq və Dağlıq Qarabağı Azərbaycandan qopartmaq məqsədini gizlətmək üçün istifadə olunan bir pərdə idi. Heydər Əliyev yüksək kürsüdən deyirdi: "Biz Stepanakert yəni Xan kəndində pedaqoji institut yaratmışıq. Bu cür kiçik bir vilayətdə bu instituta bəlkə də ehtiyac yoxdur, amma biz yaradıcı ziyalıların arzusunu yerinə yetirmişik. Tədris erməni dilində aparılır. Bütün yaşayış evləri, məktəblər, poliklinikalar tikilmiş. Dramatik teatr yenidən qurulmuş və yeni avadanlıqlarla təchiz edilmişdir. Yeni abidələr ucaldılıb. Bir çox incəsənət xadimlərinə Azərbaycanın xalq və əməkdar artistləri adı verilib. Hər il Dağlıq Qarabağ Muxtar Vilayətindən olan gənclərin Azərbaycanın ali məktəblərində müsabiqədən kənar qəbulu aparılır. Şuşa şəhərində böyük kilsə fəaliyyət göstərirdi. Biz Ermənistandan ustalar dəvət edərək onu tamamilə bərpa elədik. Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla mədəni əlaqələri xeyli fəallaşıb və biz buna töhfə vermişik. Hər hansı məhdudiyyət iddiası tamamən əsassızdır." Qarabağ yeganə məkan idi ki, Heydər Əliyev ildə bir yox, bir neçə dəfə bura səfər eləyirdi. Və hər dəfə onun bu vilayətə səfəri böyük bir hadisəyə çevrilirdi, əlamətdar hadisəyə çevrilirdi. Heydər Əliyev hər dəfə bura gəlişində buradakı ədəbiyyat, mədəniyyət adamlarını mükafatlandırırdı. Hətta 1973-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illik yubileyində qırmızı keçici bayraq və Lenin ordeni mükafatını da verdi. Və bu vilayətin əslində bütün yığıncaqlarında, tədbirlərində bu ərazidə yaşayan insanlara yüksək dəyər verirdi. Amma əlbəttə ki, bununla bərabər o, buradakı insanların gözünün içinə baxa-baxa rişxəndlə nə vaxtsa ermənilərin Qarabağla Ermənistanı birləşdirmək kimi xam xəyallarını onların gözünün içinə söyləyirdi. Amma onların ürəyindən və gözlərindən keçən məqsədləri də oxuyurdu. Bəli, Dağlıq Qarabağ Heydər Əliyevin daim diqqətində idi və sonralar bəzi yerli diletantlar onu Heydər Əliyevə bir irad olaraq, bir ittiham olaraq irəli sürəcəkdilər və Heydər Əliyev 2001-ci il 20 fevralda keçirdiyi iclasda bunu açıq-açığına etiraf edəcəkdi ki, bəli, mən Qarabağa xüsusi diqqət və önəm verirdim, onun iqtisadiyyatına xüsusi fikir verirdim. Bu əslində ermənilərin nə zamansa Qarabağ iddialarının qarşısına alınması üçün idi. Bəli, Heydər Əliyev əslində o zaman üçün gələcəyə hesablanan bu addımlarında Azərbaycanın bütövlüyü naminə, yəni gələcək adlanan bu gün üçün əslində böyük məqsədli işlər görürdü və Qarabağın Azərbaycandan qoparılmasını qarşısına qoyan ermənilərin geri oturtmaq üçün bir effekti verirdi və bu effekt var idi. Və sonralar Heydər Əliyev hakimiyyətdən gedən kimi ermənilər yenidən bu taktikadan istifadə edildilər və bu istəklərinə nail oldular. Elə həmin ərəfədə Dağlıq Qarabağa səfər edən Heydər Əliyev bütün mükafatlandırma və açılışlardan sonra güya söz arası, amma qəti şəkildə bir mövqe bildirdi.
Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və əbədi olaraq da belə qalacaqdır, dedi. Görüşdə olan ermənilər onu alqışlamağa məcbur oldular, amma bunu ermənilər sonralar Heydər Əliyevə bağışlamadılar. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev elə fəaliyyətin ilk illərində Şuşanı, Qarabağı xüsusi diqqətində saxladı. O, Şuşanı fokusda saxlamaqla Şuşada olan bütün tarixi, mədəni abidələrin, ədəbiyyatının vurğusundan başqa Azıq mağarasını xüsusi diqqətində saxladı. O, yuxarı və Aran Qarabağ arasında dəmir yolunun çəkilişinə qərar verdi. Bu, əslində Azərbaycanın digər rayonları ilə Qarabağın sıx əlaqəsi deməkdir. Bu kommunikasiyalar əslində bu ərazilərdə olan azərbaycanlıların bir-biri ilə sıx əlaqəsi idi. Buna görə Şuşa Heydər Əliyevin şah damarına yaxın idi. 1967-ci ildə Şuşada olan Əliyev Vaqifin dağılmış qəbrini unuda bilmirdi. Odur ki, Vaqifə məqbərə ucaltmağı Ata Əliyev həyatında əlamətdar hadisə kimi qəbul edirdi. Bu hadisəni bəlkə də mədəni hadisədən çox siyasi mövqe kimi qəbul edən Əliyev açılışda belə bir mesaj verdi. Şuşanın, Qarabağın qədim türk diyarı kimi çox qədim bir tarixi var. Heydər Əliyev Nərimanovdan sonra heç bir rəhbərin etmədiyini, açıq-aşkar Şuşa məscidinə gedərək, harda olmasından asılı olmayaraq millətinin dini mənsubiyyətini də vurğuladı. Ermənilərin, hətta bütün dünyaya səpələnmiş erməni diasporunun hər bir addımından istifadə edərək ona qarşı yönəldəcək bu addımının da fərqində idi Ata Əliyev. Anti-türk təbliğatında bütün metodları işlədən ermənilər Ata Əliyevin bu ağır artilleriya gücünü ona bağışlaya bilmədilər. Gizli-ya aşkar, əsaslı-ya əsassız mərkəzə Əliyev ünvanlı şikayət, böhtan yağdırırdılar. Bu, Əliyevin nə qədər ehtiyatlı olmağa sövq eləsə də, Ata Əliyev israrını sanki daha da artırırdı. 1977-ci ildə Vaqifin məzarı qəbri üzərində inşa edilən bax bu abidə, Molla Pənah Vaqifin abidəsi Şuşanın ən gözəl yerində, Cıdır düzünün yaxınlığında Şuşanın mərkəzində inşa edilməsinə qərar verildi və 1980-81-ci illərdə burada həmin abidənin ucadılması prosesi getdi və 82-ci il yanvar ayının 14-də Molla Pənah Vaqifin abidəsi üzəri və bu məqbərənin açılışı baş tutdu. Həmin günü bura lopa-lopa qar yağırdı. Bax burada Heydər Əliyev burada Molla Pənah Vaqifin abidəsinin açılışını elədi. Bölgələrdən bura İnsanlar Heydər Əliyevin gəlişini bilərək onun pişvazına çıxmışdılar. Onların hamısı bura gəlmişdi və bu insanların əslində üzündəki o nurlar Molla Pənah Vaqifin eşqinə, Şuşanın eşqinə, Qarabağın eşqinə işıq saçırdılar. Və təkcə Molla Pənah Vaqifin abidəsinin açılışı deyildi, həmçinin burada Molla Pənah Vaqif adına poeziya günlərinin açılışında birbaşa olaraq Heydər Əliyev iştirak elədi və bundan sonra bu poeziya günlərinin keçirilməsi bir ənənə halına aldı. Və Molla Pənah Vaqifdən sonra, o abidənin açılışından sonra Heydər Əliyev söylüyürdü. Şuşanı tikənlər, Şuşanı yaradanlar, bax bu böyük insanlar əslində Şuşanın tarixində ən vacib insanlar idi. Qarabağ xanının vəziri Molla Pənah Vaqif kimi. Molla Pənah Vaqif təkcə Azərbaycanın böyük şairi deyildi, o həmçinin Azərbaycan xanlıqlarının ən böyük xanlığının, ən şərəfli xanlığının və ən şərəfli İbrahim xanın vəziri idi. Və İbrahim xan və onun varisləri haqqında Kürəkcan müqaviləsinin andlı əhnaməsinin bütün artikullarında hər yerdə İbrahim xanın adı Şuşalı və Qarabağlı İbrahim xan kimi keçirdi və Rusiya məhz İbrahim xanı, onun varislərini bu ərazinin, bu coğrafiyanın yeganə sahibi kimi tanıyırdı. Və Molla Pənah Vaqifin də Şuşanın fəxri vətəndaşı və fəxri şairi olması faktını bu fakt ilə yanaşı qoysaq, onda Heydər Əliyevin bu abidəyə verdiyi önəmi daha doğru anlayarıq. Çünki Molla Pənah Vaqifin abidəsi həm də bu ərazinin coğrafiyasının məhz bu əbədi və əzəli sakinlərinin adı ilə bağlanırdı. Bu idi Heydər Əliyevi bir ildə iki şairin abidəsinin açılışına gətirən. Çünki o, Heydər Əliyev Molla Pənah Vaqifin abidəsindən sonra həmçinin Xurşudbanu Natavanın abidəsinin açılışında iştirak edirdi və belə nəticəyə gəlmək olar ki, Heydər Əliyev Şuşanı Azərbaycanın hansısa sadəcə bir şəhəri kimi deyil, onun milli, etnik kodunu daşıyan və həmçinin tarixi və əbədi məskəni kimi qeyd edilməsində çox israrlı idi.
Şuşa Heydər Əliyevin arzularının zirvəsində idi. O deyirdi, Şuşa bizim qürur mənbəyimizdir, iftixar yerimizdir. O bütün Azərbaycanlılar üçün çox əziz bir anlayışdır. Demək olar ki, o Azərbaycanın gözüdür və bizim milli iftixar yerimizdir. Əlbəttə ki, Heydər Əliyev bu məkana sadəcə bir yaşayış kimi, məskəni kimi baxmırdı. O buranı, bu coğrafiyanın, bu məkanın Azərbaycanın ən tarixi, ən qürur mənbəyi olan bir məkanı kimi baxırdı. Və Heydər Əliyev deyirdi, Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur. Mən də arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa bir tək Şuşalılar üçün yox. Hər bir Azərbaycanlı üçün əziz bir anlayışdır. Azərbaycanın deyə bilərəm ki, gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik. Vaxtilə bu şəhərdə böyük quruculuq işlərini aparan və ən əsası erməni məkrinin bu şəhərdə rişələnməsinə yol verməyən Ulu Öndər Heydər Əliyev üçün Şuşanın və ətraf rayonlarının işğalda qalması böyük əzab idi. O əmin idi ki, nə vaxtsa gec ya tez, istər sülh, istər hərb yolu ilə Şuşa və ətraf rayonlar işğaldan azad olacaq. Çünki o da bilirdi ki, Qarabağ Azərbaycandır. Heydər Əliyevin yenidən siyasətə qayıtması milli özünü dərkə, milli özünü qayıdışa səbəb oldu. Dövrün yaratdığı çox ciddi siyasi, ideoloji buxovlara və təqiblərə baxmayaraq, Heydər Əliyev üçün tarix yalnız gələcəyə doğru idi. Və Əliyev bu dəfə də bu tarixi də özü yazdı. Öz iradəsi, əzmi, siyasi və analitik ağlı və böyük vətəndaşlığı ilə. Daha sonra onun Muxtar Respublikaya gəlişi, seçimi və siyasi mövqeyi artıq onun özünün yox, məmləkətinin sabaha biganə olmayan xalqının seçimi idi. Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi təqaüdçü Heydər Əliyev 1990-cı ilin iyun ayında vətənə, Azərbaycana, Bakıya, daha sonra isə Naxçıvana qayıtdı. 22 iyul 1990-cı ildə 10 minlərlə insan Muxtar Respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Əhali bilirdi ki, Naxçıvan artıq nicat yoluna çıxıb. Heydər Əliyevin Naxçıvana gəlməsi, daha sonra Naxçıvan Ali Məclisinin sədri seçilməsi, daha sonra Azərbaycan SSR və Naxçıvan Muxtar Respublikasının deputat mandatını qazanması, sonralar Azərbaycanın müstəqillik yolunda apardığı mübarizədə bu çalışmaların çox böyük əhəmiyyəti oldu, tarixi əhəmiyyəti oldu. ...1990-cı il 30 sentyabrda isə bax burada Nehrəm seçki dairəsindən Heydər Əliyevin Azərbaycan SSR xalq deputatlığına namizədliyi verilir və qəbul olunur. Daha sonra noyabrın 17-sində 12-ci çağırışla Heydər Əliyevin sədrliyi ilə Ali Sovetin Rəyasət Heyətinin ilk sessiyası keçirilir. Bu etimad və istinad artıq bir dəfə sınaqdan çıxmışdı. Odur ki, insanlar məhz onun qərar və fəaliyyətini tələb edirdilər. Bu tələblər Ata Əliyevi doğma torpağında qocalmağa, yaşamağa yox, yenidən var gücünü toplayaraq, xalqın içindən qabararaq, xalqın xilası naminə həyatını sərf eləməyə vadar elədi.
Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-sində Naxçıvan parlamenti sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Sovet Respublikası adı tamam götürüldü və Naxçıvan Muxtar Respublikası adlandırıldı. Bu ittifaq miqyasında Sovet Sosialist adından ilk imtina idi. Daha sonra Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edildi. 1990-cı il noyabrın 17-sində Naxçıvan Ali Məclisinin ilk sessiyasında iclasa sədrlik Heydər Əliyevə həvalə edildi və orada qəbul edilən qərarlar Azərbaycan tarixində böyük dönüş yaradacaq hadisələr oldu. Məhz burada Heydər Əliyevin təklifi ilə milli istiqlal rəmzimiz olan üç rəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Məhz burada bu bayraq qaldırıldı. Bu isə Naxçıvanın milli azadlıq hərəkatına, müstəqil dövlətçilik uğrunda mübarizəyə qoşulduğunu təsdiqləyirdi. Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən sessiya bir sıra tarixi qərarlar qəbul elədi. Dövlətin adı Azərbaycan SSR-dən dəyişilərək Azərbaycan Respublikası adlandırıldı. Tarix Heydər Əliyevin uzaqgörənliyini tezliklə təsdiq elədi. SSR dağıldı. 1992-ci il. Bu o zaman idi ki, Naxçıvan Azərbaycandan qopmuş halda siyasi, iqtisadi problemlər içində çabalayırdı və məhz bu tarixdə 1992-ci ildə və məhz may ayının 28-də Türkiyənin Delucu ilə Naxçıvanın Sədərəyi arasında Araz çayı üzərindən 11 tağlı 286 metrlik salınan bax bu körpü əslində Naxçıvanı blokadadan çıxartdı və Naxçıvana bir nəfəslik gətirdi. Körpünün açılışında Heydər Əliyev qürurla qeyd elədi ki, qocaman Araz çayı üzərindən salınan bax bu körpü təkcə Azərbaycan və Naxçıvanla Türkiyənin birləşməsi demək deyil. Azərbaycanda yaşayan türklərlə Türkiyədə yaşayan türklər arasında əslində qovuşma anıdır. Çünki 70 ildir biz bax bu anı gözləmişik və indi arzularımız, diləklərimiz həyata keçirir. Süleyman Dəmirel isə bu sözləri dedi. Əslində bu körpü təkcə Azərbaycanla Türkiyə arasında salınan körpü deyil, həmçinin Avropa ilə Asiya arasında salınan bir körpüdür. Və əslində bax bu hadisələrdən sonra, bu mərhələdən sonra iki dövlət, bir millət anlayışı öz reallığını tapdı. Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadları tədricən aradan qalxmağa başladı. Heydər Əliyev körpünün açılışı zərurətini belə xarakterizə edirdi. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər o ümid həsrət körpüsünün qısa müddətdə tikilməsinin yaranmasının təşəbbüskarı oldum. Naxçıvan Türkiyəyə açıldı. Əslində bu körpü layihəsi 1989-cu ildə nəzərə alınsa da, 1991-ci ildə həyata keçirilməsi düşünülsə də, heç cür həyata keçirilə bilinmirdi və 1992-ci ildə ancaq və ancaq Heydər Əliyevin böyük siyasəti və böyük çabası, əziyyəti bahasına başa gəldi və körpünün açılışı baş tutdu. Və bu körpünün açılışında iştirak edən hər iki tərəf sevinç və sevgi ilə, coşqu ilə bir-birinə qovuşurdular və sevincindən qurbanlar kəsən insanlar daha sonra İğdıra doğru yola çıxdılar. Sədərək Delucu körpüsü vasitəsilə həyata keçirilən bu tədbirlərin ən böyük tarixi əhəmiyyəti həm də o zaman olacaq ki, biz qazandığımız Vətən müharibəsində qazandığımız qələbədən sonra Zəngəzur dəhlizini bərpa edəcəyik. Zəngəzur dəhlizini bərpa edəndən sonra Qars, Naxçıvan dəmir yolu işə düşəcək. Bu isə o deməkdir ki, Naxçıvan Azərbaycanla birləşəcək, Azərbaycan isə Türkiyə ilə birləşəcək. Bütün bunlar hamısı Zəngəzur dəhlizini bərpa edəndən sonra olacaq və mütləq olacaq.
1989-cu ildə Naxçıvanda sərhəd hərəkəti deyilən bir tarixi olay yaşandı. Bu tarixi olayın əslində əsas mahiyyəti o idi ki, çoxdan bir-birindən ayrı salınmış, Araz çayı boyunca olan, bax bu xalqın arasında olan sərhədlər sökülürdü, xalqın tələbi ilə sökülürdü. Amma digər tərəfdən baxanda bu SSR dövlət sərhədlərinin pozulması demək idi. Həmin dövrdə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin iclaslarında bu hadisəyə daha böhtançı bir xarakter verərək onun zorakılıqla olsa da qarşısının alınması məsələsi qoyulurdu və Heydər Əliyev bu hadisələrin şahidi idi. O isə bu hadisələrə milli vətənpərvər gənclərin milli hərəkatı kimi qiymət verirdi. Daha sonra Heydər Əliyev bu sərhəd hərəkəti ilə bağlı deyəcəkdi ki, 2 il bundan əvvəl bu gənclər, milli vətənpərvər gənclər həyatlarını təhlükəyə ataraq, heç bir nəticədən qorxmayaraq bu hadisəni, bax bu sərhəd sökülməsini, bu milli birliyə nail olmaq üçün bu işləri gördülər. Və mən düşünürəm ki, bu hərəkətdə həlak olanların xatirələri əbədiləşdirilməlidir. Zamanında SSR-nin dövlət sərhədinin illiklə sökülməsi faktı daha sonra 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dünya Azərbaycanlılarının həmrəylik günü kimi müzakirə edildi. Və Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 dekabr Dünya Azərbaycan Türklərinin həmrəylik və birlik günü haqqında qərar qəbul elədi. Qərarda deyilirdi: 31 dekabr Dünya Azərbaycan Türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Heydər Əliyevin Naxçıvanda apardığı tale yüklü mübarizələr, ölkənin böyük mənada gələcəyi üçün atdığı strateji addımlar, məqsədlər, ideyalar, bunlar əslində çox böyük rezonans doğurmuşdu. Nəinki ölkə daxilində, hətta dünya ictimaiyyətində. Dünya mətbuat işçiləri bura, Naxçıvana gəlirdi və Naxçıvanda Heydər Əliyevin keçirdiyi mətbuat konferanslarında iştirak edirdilər. Ona ölkə haqqında, Naxçıvan haqqında suallar verirdilər və onun strateji məqsədlərini dinləyirdilər. Bu isə əslində mərkəzdə çox böyük qıcıq törədirdi və illah da Bakıda ona qarşı təxribatlar hazırlayırlar. Ona qarşı hücum kampaniyası başlanmışdı, amma Heydər Əliyev çox möhkəm bir siyasi xadim idi. O bütün bunlara tab gətirirdi və həmişə də xalqına arxalanırdı və deyirdi: mən xalqıma minnətdaram. Heydər Əliyev 1991-ci sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və Naxçıvanı bir növ xilas elədi. Çünki həmin dövrdə ermənilər Naxçıvana qarşı müəyyən basqınlar, hücumlar edirdi və Naxçıvanı xilas etmək lazımdır. O dövrdə, yəni xüsusilə 1992-ci may ayında baş verən hadisələr bir daha onu göstərdi ki, ulu öndərimizin Naxçıvanda olması Naxçıvanı gözləyən təhlükələrdən xilas elədi. Təsadüf deyildir ki, ölkə prezidenti Cənab İlham Əliyev qeyd etmişdir ki, Heydər Əliyev Naxçıvanı xilas elədi, Naxçıvanı qorudu, Naxçıvanlılar isə Heydər Əliyevi qorudu. Xüsusilə Rus qoşunlarının Naxçıvanda olması Heydər Əliyevin qarşısında duran mühüm vəzifələrdən biri idi və qısa müddət ərzində 1992-ci il may ayından başlayaraq həm Rus qoşunlarının, həm də sərhəd qoşunlarının Naxçıvandan çıxarılmasını həyata keçirildi. Ulu Öndərin Naxçıvan dövrü fəaliyyəti, yəni 1990-93-cü illər fəaliyyəti əslində Azərbaycanın taleyində bir çox məsələlərin həlli ilə əlamətdar oldu. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin dövründə Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda elmin, təhsilin, iqtisadiyyatın yüksəliş mərhələləri başlandı. Və Naxçıvan dövrü fəaliyyətinə yekun vuran Heydər Əliyev sonralar deyəcəkdi: öz adıma heç nə çıxmadan onu deyə bilərəm ki, qürurla deyə bilərəm ki, mən həmin dövrdə Naxçıvanı blokadadan çıxartdım, mən həmin dövrdə Naxçıvanı müharibədən qorudum. 1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini daha da qətiləşdirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə qurtuluş günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu. Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bildi. Heydər Əliyev özünə məxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd eləmək niyyətinə düşən, etnik separatizmə təşviq edən insanlar zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə
dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkirli niyyətlərin qarşısına ciddi sipər çəkdi. 1994-cü ildə sentyabrın 20-sində Bakıda Gülüstan sarayında Azərbaycandakı neftin birgə işlənməsi və sonra pay şəklində bölüşdürülməsinin özündə ehtiva edən neft kontraktı, daha sonra beynəlxalq və siyasi əhəmiyyətinə görə isə əsrin kontraktı adlanan müqavilə bax burada imzalandı. Yeni əsrin müqaviləsi əslində beynəlxalq maraqların balansı kimi xarakterizə olunur. Yeni neft strategiyası ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq Azərbaycanı özündən qat-qat böyük olan dövlətlərlə bir araya gətirdi. 1991-ci ildə oktyabrın 18-dən müstəqilliyini əldə eləmiş Gənc Azərbaycan Respublikasının qarşısında çox mühüm vəzifələr dururdu. Bu vəzifələrin ən birincisi, ən ümdəsi müstəqilliyini, suverenliyini qoruyan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsi, saxlaması və Qarabağ problemini də məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll eləməsi idi. İkinci əsas vəzifə dünya dövlətləri içində müstəqil, hüquqi dövlət kimi, suveren bir dövlət kimi Azərbaycanın tanınması idi. Üçüncü isə əlbəttə ki, iqtisadi inkişaf məsələləri idi ki, Azərbaycan xarici dövlətlərdən yardım almaqla öz iqtisadiyyatını yüksəltmək və həm də bu iqtisadi ölkələrin məxsus olduğu dövlətlərin siyasi dəstəyini almaq prinsipi idi. Bu siyasi dəstək əslində Azərbaycanın Qarabağın geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün çox mühüm və əsas mərhələ kimi düşünmüşdü Ata Əliyev və bunlar Azərbaycan müstəqilliyi üçün çox vacib mərhələ idi. Bunların hamısı əsrin müqaviləsində Heydər Əliyevin əslində söyləmədiyi, amma alt qatda düşündüyü təməl prinsipləri idi. Dünyanın ən qabaqcıl, böyük dövlətlərini, heç də həmişə ortaq məxrəcə gəlməyən dövlətlərini burada, Azərbaycanda bir araya gətirmək və onlara düşən payla onları razı salmaq və bütün bunlardan sonra onları Azərbaycan maraqlarına yönəltmək çox çətin proses idi. Amma sonuc olaraq əsrin müqaviləsində bu beynəlxalq dövlətlərin, maraqların hamısı balanslaşdırılmış şəkildə həyata keçirildi və bunlar əslində Azərbaycan maraqları, Azərbaycan müstəqilliyi, Azərbaycan ərazi bütövlüyü uğrunda nəzərə alınacaq savaşlar üçün çox mühüm və təməl prinsip idi. Bu əslində iqtisadi gedişdən əlavə həm də siyasi gediş idi. Bu Heydər Əliyev gedişi idi. Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi təminatı və müstəqil iqtisadiyyatın bünövrəsi bax burada, əsrin müqaviləsi ilə qoyuldu. Azərbaycanı qalib ölkə kimi tanıdan lider İlham Əliyev deyir, bugün Azərbaycan beynəlxalq arenada bütün məsələlərlə bağlı cəsarətlə mövqe bildirir və onunla hesablaşırlar. Əlbəttə ki, güclü siyasi iradəsinə görə, cəsarətli siyasətinə görə, amma eyni zamanda maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi xarici donorlardan asılı olsaydıq, onda əlbəttə ki, biz müstəqil siyasət aparmaq imkanında olmayacaqdıq. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi möhkəmləndirir. Bunun qarantı isə 1994-cü ildə bağlanmış əsrin müqaviləsidir. Müqavilə imzalanandan bir neçə gün sonra Azərbaycanda çox qeyri-normal hadisələr baş verdi. Dövlət çevrilişinə cəhd edildi, bu uğursuzluqla nəticələndi. Daha sonra siyasi terror aktları və sui-qəsdlər planlaşdırıldı. Əlbəttə ki, Azərbaycan bunların qarşısını aldı. Daxili irtica qüvvələri ilə xarici qüvvələrin birləşərək Heydər Əliyevi fiziki cəhətdən məhv eləmək və hakimiyyəti ələ keçirmək cəhdi əslində həm də əsrin müqaviləsinə mane olmaq idi. Azərbaycan üçün bu qədər tarixi əhəmiyyəti olan əsrin müqaviləsinə. Heydər Əliyev soralar deyəcəkdi. Baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişin qarşısını almağa, ölkəmizin daxili, ictimai, siyasi sabitliyini pozmağa yönəlmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr ümumiyyətlə Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv eləmək üçün qurulan planların bir hissəsidir. Qoy hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin, bu çirkin planların heç biri həyata keçməyəcəkdir. Azərbaycan xalqı buna yol verməyəcək. Azərbaycan müstəqil bir dövlət kimi həmişə yaşayacaqdır.
Bugün Azərbaycanın güclü ordusu var. Bugün Azərbaycanın Müzəffər Ali Başkomandanı var və heç bir dövlət və heç kim Azərbaycandan hədə-qorxu ilə danışa bilməz. Heç bir dövlət və heç kim Azərbaycanı təhdid edə bilməz. Əliyev nə vaxtsa özünü qorumağa vadar olacaq Azərbaycana, milli şuuru olan hərbçilər faktorunun ən böyük dövlətçilik xətti kimi qəbul etdiyindən, hətta mərkəz nəzarətində olduğu zamanda belə unutmadı. Azərbaycan üçün əsrlərlə həlli müşkül olan milli hərbçi kadrlar strategiyasını ancaq o qura bildi. Heydər Əliyevin ata Əliyev nümunəsini şərtləndirən ən böyük gedir. Zamanında ən doğru addım, onun ən çətin vaxtda yurdunun ən təmiz siyasi məqsədlərə bulaşmamış bölgəsinə gəlməsi və artıq xalqının içindən ata missiyasını yerinə yetirməsi oldu. Dağılmaq, yox olmaq təhlükəsi anında ata Əliyev bütün yolları eşitdi, düşündü, zamanın onun məmləkətinin xeyrinə işləyə biləcək məchulluğuna qalib gəldi. Onu qalib edəcək addımı atdı. Bu addım onu ən müdrik, ən dəqiq vaxtında hesabladığı əsas addım idi. Xalqla bərabər qabarmaq gücü. Bu, Heydər Əliyevdən başqa kimsəyə aid ola bilmədi. Xalqının içinə gedərək, xalqla birgə qabaran qüdrət sahibi, əbədi olaraq yaşayacaq tariximizdə ibrətamiz iz qoymalı idi və qoydu da. Ölkənin idarə sükanı son ümid sayılan müdrik ata Əliyevin əlində idi. Sonra sükan oğul Əliyevin əlində olanda bu vaxtdan nə qədər səmərəli istifadə edilməsini anladıq. Bu, böyük mənada dövlətçilikdə varislik məsələsidir. Hər bir Azərbaycanlının düşüncəsində məmləkətinə yiyərlik hissini dirçətmək, onu həyata keçirtmək, bu yiyərlik hissini əmələ keçirtmək isə oğul Əliyevin missiyasına aid məsələ idi. Şərəfli və qürurlu vəzifə, əbədi və əzəli Azərbaycan naminə. Gələcək üçün qoyulan ata Əliyev düsturunu xatırlayaq. Bu düstur yaradılaraq varisi ötürüldü. Hələ dünən oğul Əliyev bu düsturun ən çətin məsələsini həll elədi. Bizim işğalda olan torpaqlarımızı azad etdi və bizim qələbəyə toxunmağımıza səbəb oldu. Zamanın dəyişən qaydalarına baxmayaraq, bu düsturun qüdrəti azalmır. Bu dövlət düsturu indi varis əlindədir. İndi Azərbaycan və onun sahib cavabdehi İlham Əliyev dünyanın onun ölkəsinə kiçik miqyasda baxmağına imkan vermir. Bu nəticəni əvvəldən hesablayan ata Əliyevin qələbəyə doğru gedən yolda inkar edilməz, mütləq qələbəsi idi. Artıq azad edilmiş Qarabağ Azərbaycandır deyən qalib lider və xalqımız həm də ata Əliyevin vəsiyyətini yerinə yetirdik. Yol isə hələ davam edir. Bütöv Azərbaycan naminə. Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.